Azərbaycanda İran rejiminin təhlükəsizlik qüvvələrinin soydaşlarımıza qarşı uğurluq və özbaşınalıqları davam edir. Bu dəfə bu cinayətə məruz qalan isə bir musiqiçidir. Belə ki, dünən axşam ettalat məmurları Təbriz şəhərindən olan musiqiçi Yaşar Azəroğlunun evinə basqın ediblər. Heç bir səbəb göstərmədən Güneyli musiqiçini tutuqlayıb, bilinməyən istiqamətə aparıblar. Hazırda onun harda və hansı şəraitdə saxlanıldığı bəlli deyil. Xatırladaq ki, çalğıçı Yaşar Azəroğlu əsasən milli mahnılarımızın ifaçısı kimi tanınır. Urmu gölünün qurudulması ilə göldə yaşayan köçəri quşlar olan flamingolar daha gölə gəlmir. Əldə etdiyimiz məlumata görə əsas məskənləri Urmu gölü olan bu quşlar indi göldə suyun kəskin azalması ilə gölü tərk ediblər. Köçəri quşlar əsasən indi Xəzərin sahillərində yerləşən Firuddinkənar şəhərini özlərinə məskən seçiblər. Lakin o şəhərdə yerli əhali bu flamingoları ovlayaraq bazarlarda satır. Bu da flamingoların kəskin azalmasına səbəb olur. Ana dili günü ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlandı. Tehranın Şərif Universitetində düzənlənən karikatur yarışmasında ilk 3 yeri Güneyli sənətçilər qazandı. Müsabiqədə ilk yeri Yəlda Haşimi Tehrandan, ikinci yeri Söhrab Xəbəri Ərdəbildən, üçüncü yeri isə Texnologiya Şərif Universitetinin tələbəsi Məhəmməd Mehdi Cəfəri tutdu. Xatırladaq ki, 3 İsvənd 1394-cü ildə elan edilən müsabiqənin nəticələri dünən açıqlanıb. İraq Türkmen Cəbhəsi Başqanı Ərşad Salehi terror təşkilatı IŞİD-in əlində olan əsir qadınların sayını açıqladı. İraq Türkmen Cəbhəsinin və parlamentdəki İnsan Hüquqları Komitəsinin sədri Ərşad Salehi terror təşkilatı IŞİD-in əlində 500 türkmen qadının əsir olduğunu bildirdi. Salehi Bağdaddakı mətbuat konfransında IŞİD-in əsir tutduğu qadınların bir qismini Suriyanın Raqqa şəhərindəki Əl-Rik kölə bazarında satdığını söylədi. Cəbhənin Ağdam bölgəsi istiqamətində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alındı. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədi ilə silahlı qüvvələrin gördüyü qabaqcıl tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edildi. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı silahlı qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.